ABŞ prezidenti Donald Trumpın təyyarəsi ilə Spirit Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi New York səmasında toqquşma təhlükəsi yaşayıb. Bu barədə Mirror məlumat verib. Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb. Boeing 747 qeyd edək ki, bu Trumpın təyyarəsidir. New York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən Spirit Airlines aviaşirkətinin təyyarəsini aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyə məsləhət görüblər deyə nəşrdə qeyd olunur. Sözü gedən görüntüləri təqdim edirik. New York Air Force 1300, climbing 320. Air Force 1, New York Center, roger. Air Force 1, contact Boston Center, 124.52. 12452, Air Force 1, good day. Spirit 1300, descend to flight level 330. Descent 330, Spirit 1300. Spirit 1300, turn 20 degrees right, vector traffic and descent. Pay attention, Spirit 1300, turn 20 degrees right. Spirit 1300, turn 20 degrees right now. Spirit Wings 1300, turn 20 degrees right immediately. 20 degrees right, Spirit Wings 1300. Pay attention, Delta 2951, Boston Center, 134.0. Spirit 1300, traffic's off your left wing by 8 miles, 747. I'm sure you can see who it is. It's flight level 320, maintain 330. I'll keep an eye out for him. He's white and blue. Spirit 1300, Boston Center, 134.0. I got to talk to you twice every time. Spirit 1300, Boston, 134.0. Pay attention. Get off the iPad.